mən yer verirəm. Görürəm əri uşaqlı, qadın girəndə mən dururam ayağa. Görürəm cavanlar onlara dərs verirəm də, utandırıram onları. Çox vaxt belə tələb edirlər insanlardan, yəni gənclər yəni çoxu işləyir, yəni dərsdən çıxıb yorğundur. Ola bilər ki, ya da xəstədir də, amma başının üstündə durub tələb edir ki, yox durmalısan, mən oturmalıyam. Məncə o düzgün deyil. Amma yəni hörmət əlaməti olaraq yenə də verməyə dəyər. Hamısı telefonla oynayır, bir dənə adam yer vermir. Böyüklər hər zaman yer verməliyik. Amma yəni böyüklər də ki, yəni fikirləşməli, nəzərə almalılar ki, yəni gənclərimizi, çünki yəni dərsdən yorğun olan olur, elə olur idmandan çıxan olur. Gənclər qocalara və ya xəstələrə zada yer verməlidir, amma vermir. Məsələn, hamilə qadınlarda zad da ayaq üstə qalmağa çətinlik çəkirlər də. Amma özüm yer verirəm. Belə elə olmalı da, borcumuzdur yəni. Biz gənc olanda Novosibirsk şəhərində avtobuslara, tramvaya, troleybusa minərkən biz yaşlılara, qadınlara yer verərkən onlar bizə çox qəribə baxırdılar ki, niyə bu yer verir? Amma o vaxtda Bakıda hər kəs yer verirdi. Məktəbli avtobusda durub yerini mənə verir. Öt canım, ay qadana.